siz cennete dahil olmazsınız. Ta ki iman etmemiş. Ve deyir ki, ve siz cennete dahil olmazsınız ta ki iman etmemiş. Ve siz iman etmezsiniz ta ki birbirinizi sevmeyince. Yani imanın kamilliği, hakikati sizin qəlbinizdə tam oturmaz ta ki birbirinizi Allah'ın celalında sevmedikçe. Ve sonra buyurur ki, اَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ اِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ Size öyle bir şey öğredim ki siz onu eləyəndən sonra birbirinizi seveceksiniz. اَفْشُ السَّلَامِ بَيْنَكُمْ Aranızda salamı yayın. Diğer hadislerde bu İmam Müslim rivayetidir. Diğer hadislerde ahir zaman alametlerinden de insanlar yalnız herkes tanıdığına salam verecektir. Bu ahir zamanın küçük alametlerindendir. Diğer hadislerde Allah Nebisi sallallahu aleyhi ve sellem buyurur ki salam ver tanıdığın ve tanımadığına. Salam ver tanıdığın ve tanımadığına. Ve bu salam İslam'ın şiarıdır. Öndekine zamin durursan ki məndən sənə salamdır, selamettir, emin-amanlıqdır. Ve salamda subhanallah bir mutmainlik var. Salamı kesme meselesine gələndə Şeyh Süleyman Ruheydi, Şeyh Sələfi hansı halda salamlar kesilir bu haqda dərsləri var. Siz də tərcümə eləyin, öz dinləyicilərinizə eşidin. Əgər eşitməyiblərsə bilsinlər. Hansı hallarda kesilir, hansı hallarda kesilmir. Hele hallar var ki artık orada kesilmir. Orada işləmir, hicr. O dərsi diqqətlə tərcümə edib sizə də göstərsinlər, siz də baxın. Hansı hallar var ki artık orada kəsəndə salamı tərsinə işləyir və qadağan olur onu eləmək. Salamın kəsilən yerləri məlumdur. Bidat əhlinə, fısıq əhlinə tərbiyə məqsədi ilə onu islah etməkdən ötürü bunda əhkamlar var. Amma bunu qaydasız eləyəndə böyük bir fəsad olur və zərərdən başqa heç nə olur. Bunun da alimlər qaydalarını qoyublar. Hansı halda eləyirlər və hansı hala kimi bu işləyir, hansı haldan sonra bunun tətbiqi qadağan olur. Və nəticə göz qabağında. Alimi dinləyən yoxdur. Və bu qaydaları öyrənmədən tətbiq edirlər, nəticə də budur. Və salam verən qardaş qarşısındakının salamını almamasını görəndə onun qəlbinə nifaq düşür. Buğz düşür, nifrət düşür. Və s. ilə axır. Və subhanallah, sən təsəvvür elə, salam cənnət əhlinin əməllərindəndir. Onlar təhiyyətuhum yevmə yəlqavnəhu səlam. Allah subhanət hələ buyurur ki, onlar o gün cənnətə girəndə onları qarşılayacaq. Təhiyyət qapıda nə olacaq? Selamun aleykum tibtum fədxuluhə xalidin. Salam olsun sizə, xoş gəldiniz. Pak, təmiz bir şəkildə içəri keçə bilərsiniz. Sən burada belə təmizlənməyəndən sonra, bu salamın haqqını verməyəndən sonra, inanırsan ki, o mələklər sənə icazə verəcək qapıdan keçməyə, sən təmizlənmədin. Sənin qəlbin kinlə, küdara ilə, qıl və hiqtlə doludur qardaşına qarşı. Heç kimə salam vermirsən. Qəribə bir qaydalar qurmuşsan. O qaydaları heç bir alim qəbul eləmir. Halbuki alimin qoyduğu qaydalarından da xəbərin yoxdur. Və insan ölür subhanallah. Halbuki təhiyyətum yevmə yəlqavnəhu səlam buyurur subhanallah. Bu yeganə ayətdir Quran-ı Kərimində. Onların qiyamət günü, görüş günü təhiyyatı salam olacaqdır. Digər ayət-i kərimədə Selamun aleykum bimə sabartum fe ni'mə uqbəd-dar və sizə salam olsun səbir göstərdiyinizə görə və sizin girəcəyiniz yer nə gözəl bir yerdir cənnətə girəndə. Səlam. Və qilən səlamən səlamə və onlar orada bir-birinə salam deyəcəklər. Bir-birinə. Təsəvvürlə dünyada bir-birinə salam verməyən möminlər. Təsəvvür olunur qapıdan keçməsi və cənnətdəki halı. Dünyada vermirdi. Allahın adını uca tutmurdu. Əs-səlam Allah Subhanahu ismidir. Allahın adını uca tutmurdu. Salam əhkamlarını da öyrənməmişdi. Hicri də batildir. Qaydalara ziddir. Nə bunun fikrini öyrənməyib, dərd yarı. Deyəsən ki, hə. Tamam mı? Və öz başına əməl edir. Təsəvvürlə, qiyamət günü necə olacaq bunun halı? Qapıdan necə ona deyəcəklər ki, Selamun aleykum. Cənnətdə bəs necə? Allah müstəhan. Salam, yəni Allah Subhanahu taala'nın əzəmətli ismidir.